Bəzi nümunələr var ki, cümlə daxilində həm feili bağlama mövqeyində iştirak edir, həm də zərf kimi işlənir. Bəs biz hardan bilək ki, bu cümlədəki söz feili bağlamadır, yoxsa zərfdir? Qoşa-qoşa sözü əgər qoşaraq ara gərək feili bağlamanın digər şəkildirsə, ara gərəklə əvəz oluna biləcəksə, deməli orada feili bağlamadır. Yox, əgər cüt-cüt, iki-iki mənasında işlənibsə, deməli orada nədir? Demək zərfdir. Tikə-tikə sözü tikərək feili bağlamanın digər şəkilçisi ilə əvəz oluna bilirsə, yəni ara gərəklə, deməli burada feili bağlamadır. Yox, əgər parça-parça mənasında işlənirsə, parçalanaraq, tikələnərək mənasında işlənirsə, deməli burada zərfdir. Dönə-dönə sözü dönərək sözü ilə feili bağlamanın digər şəkilçisi ara gərəklə və yaxud dönüb ıbiblə də əvəz eləmək olar. Məsələn, dönüb gəldi, dönə-dönə gəldi, dönüb gəldi. Ibiblə də əvəz eləmək olar, ara gərəklə də əvəz eləmək olar. Feili bağlamanın digər şəkilçilərlə əvəz eləyə biliriksə, deməli burada feili bağlamadır. Yox, əgər əvəz eləyə bilmiriksə, dönə-dönə sözü dəfələrlə təkrar mənasında, təkrar-təkrar mənasında işlənirsə, deməli orada zərfdir. Nümunələrə baxaq. Vaqonları bir-birinə qoşa-qoşa mənə baxırdı. Baxaq görək elə buradakı qoşa-qoşa sözün qoşaraq sözü ilə əvəz eləmək olur. Vaqonları bir-birinə qoşaraq mənə baxırdı. Və yaxud vaqonları bir-birinə qoşub mənə baxırdı. Burada əvəz eləyə bildiyi digər şəkilçilərlə. Deməli, birinci cümlədəki qoşa-qoşa sözü nədir? Feili bağlamadır. İkinci nümunəyə baxaq. Ağacların yanında qoşa-qoşa dayanmışdılar. Cüt-cüt dayanmışdılar. Qoşaraq dayanmışdılar olmaz. Artıq burada biz bunu qoşaraq sözü ilə əvəz eləyə bilmərik. Burada cüt-cüt, iki-iki dayanmışdılar sözü ilə əvəz eləyə bilərik. Ona görə də birinci cümlədə feili bağlama idi qoşa-qoşa sözü. İkinci cümlədə isə zərf kimi işlənib. Baxaq digər cümləyə. Anam corabı tikə-tikə filmə baxırdı. Anam corabı tikərək filmə baxırdı. Bu cümlədə feili bağlamanın digər şəkilçisi ilə əvəz eləyə bildik. Deməli, burada nədir? Tikə-tikə sözü feili bağlamadır. Baxaq o birisinə. Əti tikə-tikə doğradı. Əti parça-parça doğradı. Tikə-tikəni artıq burada əti tikərək doğradı demək olmaz. Çünki burada tikmək feili deyil. Tikə-tikə parça mənasındadır. Parçalanaraq doğradı. Deməli, burada tikə-tikə sözü zərfdir. İndi baxaq 5-ci cümləyə. Maşın yolu dönə-dönə bizə sarı gəlirdi. Maşın yolu dönüb bizə sarı gəlirdi. Maşın yolu dönərək bizə sarı gəlirdi. Əvəz eləyə bildik digər feili bağlama şəkilçiləri ilə. Deməli, burada feili bağlamadır. İndi o birisi nümunəyə baxaq. Bu kitabı dönə-dönə oxumuşam. Bu kitabı dəfələrlə oxumuşam. Bu kitabı təkrar-təkrar oxumuşam. Bu cümlədəki dönə-dönə sözü dəfələrlə təkrar mənasında işləndiyinə görə, deməli, burada zərf kimi işlənib. Belə nümunələrdə diqqətli olmaq lazımdır.